Bizim bu günləri bura yığışmamızın məqsədi Azərbaycan və Amerika arasında olan körpünü daha da gücləndirmək, akademik təcrübəmizi bölüşmək və gələcək partnyorluq, birlikdə tədqiqat işlərini müzakirə etməkdir. Düşünürəm ki, konferansımız çox uğurlu keçdi. Yeni dostlar qazandıq, yeni alimlərlə tanış olduq və Azərbaycan üçün nə edə bilərik sualına cavab az da olsa tapa bildik. Amerikanın bir neçə universitetləri ilə Azərbaycan universitetləri çox yaxşı partnyorluq əlaqələri var, birlikdə iş görürlər. George Washington Universitetinin Azərbaycanın 2 universiteti ilə çox yaxından əlaqələri və əməkdaşlıqları mövcuddur. Bu məsələ yalnız Azərbaycan üçün maraqlı deyil, Amerika üçün də, Amerika universitetləri üçün də Azərbaycan təcrübəsindən öyrənmək çox yararlıdır. Bu əməkdaşlıq yalnız tədris almaq, təhsil almaq kimi deyil, gələcəkdə birgə tədqiqatlar, birgə əməkdaşlıqlar, birgə çıxışlar kimi də nəzərdə tutulur. Ümid edirəm ki, bizim konferansımız və yaratdığımız bu platforma həvəsləndirəcək həm Amerikada olan tələbələri, həm Azərbaycanlı, həm xarici tələbələri, həm də Azərbaycanda olan tələbə və müəllim heyəti üçün bir yol açacaq ki, bu əməkdaşlıqları genişləndirsinlər.